Doktor, yuxusuzluq beyinə necə təsir eləyir? Belə deyək, bizim beynimizin yuxu ilə oyanıqlığın bir tarazlığı vardır. Yuxu beynin bir tam istirahət kimi deyim, fəaliyyətinin bir forması kimi də götürmək olar. İnsanda oyanıqlığın neyromediatorları var. Bunlar arasında bir balans var. Bu balans pozulduqda insanın yaddaşında ciddi problemlər olur. Unutqanlıq, gün ərzində əsəbilik, əfv-üryanın aşağı olması, depressiv hallara meyillilik, zehni fəaliyyətin zəifləməsi, gündüz ərzində bəzən yuxulamalar kimi narahatçılıqlar baş verə bilir. Yuxu zamanı insanın beynində gedən proseslərdən beynin belə desək, sadə dillə desək, yenilənməsi, gün ərzində topladığımız biliklərin hansının lazımlı, hansının lazımsız olması, hansının yadda saxlamağa gərəkli duyulduğu, hansının yaddaşa saxlamağı gərəksiz olduğunu ayırd edilərək lazımlı informasiyaların hər biri biz yuxuda olarkən bizim beynimizə yazılır. Yuxu bu qədər bizim üçün önəmli və əhəmiyyətlidir. Ona görə də yuxumuzu pozmağa gərək yoxdur. Əgər bizdə bir yuxu problemləri varsa da, yuxu pozuntuları varsa da mütləq qaydada həkimə gedib müalicə almaq lazımdır.